Amma qarşıdan Məbəs günü gəlir. Məbəs Rəcəb ayının 27-sinə təsadüf edir. Məbəs çox böyük bir bayramdır, çox mühüm bir gündür. O günün mühüm əməlləri var, ibadətləri var. Həmin gün qusl almaq müstəhəbdir. Səhər vaxtı qusl almaq, bayram günü. Bundan əlavə, həmin gün oruç tutmağı çox təkid ediblər. Məbəs gününün orucunun savabı 70 ilin orucuna bərabərdir. Ona görə xahiş eləyərdim ki, mənim xahişimə ehtiyac yoxdur, amma imkan olanlar mütləq əldən verməsin. Həmin günü oruç tutsunlar. Qəzası olanlar qəza niyyəti ilə, kimin qəzası yoxdursa müstəhəb oruc kimi həmin günün orucunu tutsunlar. Həmin gün Peyğəmbər və Həzrət Əlinin ziyarətləri var. Ziyarətnamələri oxunsa yaxşıdır, kitablarda qeyd olunur. Ondan əlavə həmin gün çoxlu salavat demək tövsiyə olunub və bir sıra başqa əməllər var ki, kitablarda özünüz tapa bilərsiniz. Həmin günün ibadətlərini çalışın ki, gücünüz çatan qədər yerinə yetirin, xüsusən orucunu tutsaz çox yaxşı olar. Təbrik edirəm bütün müsəlmanları, məni dinləyən insanların hər birini, indi bizi canlı izləyən insanların hər birini bu möhtəşəm bayram münasibəti ilə, Məbəs günü münasibəti ilə təbrik edirəm. Allah bizi Peyğəmbərimizin həqiqi ardıcıllarından qərar versin inşallah. Allah dünyada onun yolunu getməyə bizi müvəffəq eləsin. Qiyamətdə də bizi Peyğəmbərimizin şəfaətindən məhrum eləməsin inşallah.